Bugün saat 19 radələrində Qara Məryəm, İsmayıllı, Şəki avtomobil yolunun 42-ci kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib. Kanal 10 TV Azərbaycan Teleqraf AZA istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Rəşad Ələsgərovun idarə etdiyi Mercedes markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi BMW markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü Rəşad Ələsgərov və Rüfət Quliyev hadisə yerində həyatını itirib, ümumilikdə 4 nəfər xəsarət alıb. Vay vay. Allah sen sakla ay Allah. Bu nədir? Yox diyor maşınlar. Faktla bağlı araşdırma aparılır.